Salamünaleyküm değerli futbol azarkeşleri. Salamünaleyküm değerli futbol azarkeşleri, değerli futbol severler. Region Ligasında oyunların başlaması ilə qədər start götürülmüş ikinci turun oyunları bugün baş verir, yani oyunlar baş verir. Qax futbol komandasıyla Naftalan futbol klubu karşı karşıya gelir. Naftalan şehir stadyumunda 15:00'da oyun başlama vuruşuyla başlayacak. 5 dakika sonra, 6 dakika təxmin sonra oyun başlayır. Bununla yanaşı paralel grupta Goranboy ve Goranboy dünən, daha doğrusu hatırladım ki grupta oyunlar bu grupta 5 komanda var. Naftalan, Göyəzən, Gəncə. Değerli izleyiciler, futbol severler. Hatırladım ki H grubunda, yani bu oyunun baş verdiği grupta 5 komanda yer alır. Qax, Goranboy, Naftalan, Gəncə ve Göyəzən komandaları. Hal-hazırda bu grupta 2 oyun start götürəcək. Göyəzəndə Goranboy ile Göyəzən karşı-karşıya gələcək və Naftalan şəhər stadyumunda hal-hazırdakı gördüğünüz ekranlara gelen stadyumda Naftalan futbol komandası ile Qax futbol klubu karşı-karşıya gəlir. Bir neçə dəqiqə sonra oyun start götürəcək. Ekranları Qax futbol klubunun baş məşqçisi Elnur Məhiyyəddinov gördüyünüz kimi, bəli, hakimlər son tapşırıqlarını verir. Sarı formada Naftalan futbol klubu iştirak edəcək. Bəli, gördüyünüz göy giyimdə
futbol klubu yer alacaq. Bəli, hər iki komandanın oyuncuları meydana daxil olur. Alqışlarla iki komanda meydana daxil oldu. Bəli, dövlət himnimiz səslənəcək. Hər iki komanda yoldaşları bir-birinə salamlaşırlar. Ümidvar gözəl, baxımlı oyunla yadda qalar bu oyun. Dikkat! Dikkat! Bəli, dövlət himni səslənir. Azərbaycanın dövlət himni səslənir. Dəyərli futbol sevərlər, bəli, hər iki komanda meydanda yerlərini alır. Dövlət himnimiz səsləndi. Bu arada qapılar mövqe olaraq komandalara təyin olunur. Xatirə şəkilləri çəkilir.
stadionunda azərkeşlərin komandalarına dəstəyini görürsünüz. Müəyyən bir qism azərkeş komandalara dəstək vermək üçün stadiona toplaşıb. Bəli, başlamaq fiti. Hakim oyun başladı. Başlamaq fiti ilə oyunu başlatdı. Top Avtolan futbol komandasındadır. Bəli, burada futbol komandasında qaldı top. Burada Rabil. Bəli, burada çəkmə oldu bir ansanlı. Bəli, burada hakim bu epizodu yəqin görmədi. Bəli. Oyun devam edir. Güzel. Bəli, burada güzel zərbə olacaq. Out olacaq. Bəli. Qapçı vuruşla oyun başladı. Oyuncu yerini yetirdi. Naftavan futbol komandası hücumunu kurmaq istəyir burada. Bəli, Elvi topu ələ keçirdi. Orta bölgədə ötürməsi Nicat, gözəl ötürmə. Bu arada bəli, Cəlildə top qaldı mı? Cəlil burada out yeni itirecek Naftavan futbol komandası. Out yeni yitirdi. Luka top ələ keçə biləcək mi? Luka'dan keçdilər burada qarşıladı müdafiədə. Rabil'də qalır, Rabil topu ayağının altından qaçırdı bir an. Bəli. Uzun ötürmə Naftavan futbol komandasında. Burada Cəlil qaçıb tutacaqmı? Və burada Köyüzdən zərbə olacaq. Qapçı topu tuta bilmədi. Bəli, Köyüzdən zərbə. Güzel zərbə yeni etirir Naftavan komandası, futbol komandası. Bəli, hakim fiti çaldı. Burada ötürmə. Burada zərbəsi qapıdan yuxarıda qaldı top. Şota futbol komandasında. Bəli. Qapçı. Bəli, burada topu Rabil ələ keçirdi. Rabil. Qapıya zərbə! Bir anlıq. Bağdan qapıya zərbəsi. İlk təhlükəli hücum. Az fərqdə qapçının heç bir şey edəcək bir fürsəti qalmamışdır. Elgün 7 nömrə burada hərəkət etmədi. Müqali. Qapıya ilk zərbəsi futbol komandasının çox təhlükəli alındı. Out yeni etirir. Naftavan futbol komandası. Out yeni etirdilər. Sol cinahda burada bırakmadılar. Ferit. Tekrar out yeni etirecek Naftavan futbol komandası. Yani uzun out atmak niyetindedir. Yani burada offside. Offside yeni getirilecek. 10 nömrə yerdə qalıb Naftavan futbol komandasında. Tural. Bəli, ayağa qalxdı. Bəli. Bir qalib topun gerisində. Cərimə zərbəsini yerinə yetirdi. Burada Rabil'də qalacaqmı? Burada
itirir Naftalan futbol komandası. Burada Ferit topu ele geçirdi ama burada topu itirdi bir anlık. Out. Burada kapıdan zərbə yerinə yetirəcək. Qax futbol komandası. Bir qalib uzun ötürmə. Burada Naftalan futbol komandasının oyuncusu qarşıladı. Rabil də qaldı. Rabil sol ayağını aldı. Rabil burada keçmedi. Out yerinə yetirəcək. Bəli, ilk gol təhlükəsi Qax futbol klubundan oldu. Və burada Elvin'də qaldı. Elvin orta içəri qarşıladılar. Bəli, top ortada qaldı. Bir qalib yenə uzun ötürmə qarşıladılar burada. Nərman'da qaldı top. Nərman. Ferit. Bəli, Luka. Bir qalib yenə. Müdafiədə bugün bir qalib çıxış edir. Komandanın əsas müdafiə xəttində komandanın güvən verən futbolçularından out yeni yetirəcək Naftalan futbol komandası. Yəni burada Nicat çevirdi topu. Uzaqdan zərbə Şota'da qaldı. Şota qapıcı vuruşuyla uzun yerinə yetirdi. Bir qalib qarşılayacaq. Bəli, burada yerindədirlər. Out'a çıxdı o. Qapıda Naftalan futbol komandasında bir nömrə Dodi. Bəli, burada hikmətdə qalmadı. Top qarşıladılar. Ceyhun qarşıladı burada. Bir qalib, out. Out yeni yetirəcək. İlkin out yeni yetirəcək Naftalan futbol komandasında. Bəli, burada yenə Elvin. İlkin yerini yetirdi. Burada Ceyhun qarşıladı. Ceyhun. Bəli, burada Nərman. Luka'da qaldı top. Luka, sevdiği yerler. Luka, ortayla oynayabilen Luka. Burada heç bir zərbəsindən söhbət edə bilməz. Boşmadılar mı? Bunların interneti boşdur. Boşdur interneti de değil. Bəli. Değerli futbol severler. Bəli, bu Rabil. Rabil top ele geçirdi. Rabil! Burada ötürme etmedi. Topu sonunda aldılar Rabil'den. Celil bırakmadı. Celil. Bəli.
6 nömrə Qara. Cəlillə mübarizədə Cəlil out tapdı topu. Bəli, ikinciden zərbə yeni etildi Naftalan komandası, uzaqlaşdırdılar. İçəri qarşıladılar yenə Cəlil. Elgün, 7 nömrə. Nərman uzaqlaşdırdı. Bəli, burada Ağız, futbol komandası yeni yetirəcək. Nərman. Qapıya zərbə! Və burada qapıda qaldı top. Rabil. Uzaqdan yoxlayır bu komanda. Oyuncusu Rabil futbol komandasında. Bəli. Burada Xəlid qarşıladı. Kapitan İlkin Naftalan futbol komandasında 6 yer yetirdi və Ağutka futbol komandasında keçdi. Bəli. Yan hakim bayrağını qaldırdı. Müəyyən internet səbəbi ilə əlaqədar donma baş verir yayında. İkincisi isə ümidvar bu problem aradan qalxacaq. Rabil ortaya çevirdi başla. Burada Nicat saxladı. Kral. Yani ortada topu ele keçirdilər Naftalan komandası. Xəlid topu ele keçirdi. Təkrar topu. Nərman. Gözəl. Luka'da qaldı. Luka. Rabil oynadı. Rabil. Gözəl keçid elədi burada. Rabil. Amma burada ötürmək lazım idi. Nərman uzaqlaşdırdı. Bəli. Ceyhun. Bəli, burada Xəliddə qaldı top. Xəlid, futbol komandasında təcrübəli oyunculardan Turalda qalmışdı bu top deyil. Burada 2 mübarizə gedir. İlkin, kapitan. Orta ilə oynadı və burada bəli. Bomboş qaldılar, qapısında qalacaq bəli. Bu arada şotda da qaldı top. Turalın ötürməsi. Oyun yenə başladı. Karşılayan İlkin, Naftalan futbol komandasında. Alt yenisi Luka, Rabil oynadı yine, Rabil. Bəli, Rabil'in altı, bəli, Rabil. Vermə zərbəsi olacaq burada. Topun gerisində Elvin, futbol komandasında. Değerli izleyiciler, 15 dəqiqə geride qaldı ikisi də. 0-0. Elvin, qapı içine doğru ötürmə. Yəni, burada Ceyhun'da qaldı. Vidali topu elə keçirdi, bəli. Xəlid, elə topu keçirdi hələ, Xəlid özü irələyin. Bəli, burada ötürmək lazım idi. İçmə, top itirdi. Gərgin oyun gedir bu dəqiqələrdə. Bəli, Cəlil buraxmadı. Top Rabil'də qaldı. Rabil özü irəliləyəcək. Rabil. 10 nömrə. Rabil. Sol cinaha. Hikmət. Ötürməyəcək oyuncu axtarır. Komanda burada topu itirdi. Out yer yetirəcək. Futbol komandası. Yəni başa-baş bu dəqiqələrdə oyun davam edir. On 16-cı dəqiqə 0-0. Qax futbol klubu 0, Naftalan futbol komandası 0. Hesab davam edir. Burada Ağut qeyri bir nöqtəyə. Yəni, uzun ötürmələrlə müdafiə arasında toplar atır bu dəqiqələri Naftalan futbol komandası. Qalib təcrübəli şəkildə topun altı çıxmanı gözlədi. Nərmana qaldı, Nərman. Gənc Nərman. 16 yaşı var. Rabil oynadı, Rabil. Və burada
Hakim cərimə zərbəsi qeydə alındı. Təhlükəli bir şəkildə ayaq qaldırdı üçün. Oyun başladı. Fərid 28 nömrə Naftal futbolunda, 27 nömrə İlkin kapitan. Qara ötürməsi ortaya. Fərid də təkrar. Bəli, bu dəqiqələrdə və sağ cinah bomboş qaldı. Və Cəlil burada. Cəlil yerinə çatdı. Son anda küncdən zərbə olacaq. Küncdən zərbə yeni yetirildi, qapı içinə və burada qeyri-dəqiq bir zərbə. Çox əlverişli mövqedən topu out atdı Naftalan futbol komandasında. Bəli. Qalib, uzun ötürmə. Fərid, sol cinaha doğru. Nizat, topa yetişəmədi, out. Uzun ötürmələri yeni burada topu, bəli, keçdi Nərmandan. Nərman, Nərman Mirqalib. Axında yetişdi Mirqalib. Bəli, küncdən zərbə yerinə yetirəcək. Qapı içinə qarşıladılar müdafiədə. Ceyhun yenə qarşıladı burada. Bəli, burada. Fərid hələ keçir topu. Fərid, Rafiq oynayacaq mı? Fərid özü gedir. Burada Luka bomboş idi. Sağ cinahda Luka boş idi. Bəli, dəyərli futbol severlər. Bir şey qeyd edim ki, canlı yayında müəyyən donmalar var. Artıq oyun bitdikdən sonra YouTube-a yayına yüklənəcək bu top. Daha doğrusu bu oyun yükləndikdən sonra donmalar olmayacaq. Çox asanlıqla oyunu izləyə bilərsiniz. Bəli, bu arada Şota yerindədir, bəli. Fərid ilə başlayan hücum. Bəli, burada qarşıladılar. Bəli, burada Nizat topu ələ keçirdi. Nizat topu ələ keçirdi, özü irəliləyir. Nizat saxladı topu. Fərid oynadı, burada Fərid top itirdi. Bu dəqiqələrdə daha doğrusu Hikmət top itirdi. Fərid Naftalan formasında müdafiədən hücumu başlatdı. 10 nömrə Tural Ceyhunla mübarizədə topu itirdi, out. Yeni itirəcək Naftalan futbol komandası. Tural sağ cinahdan hücumlar qurur bu dəqiqələrdə Naftalan futbol komandası. Gözləmək olmaz burada və burada Mirqalib qarşıladı, bəli. Bəli, Nizat. Cərimə zərbəsi də yadda qaldı. İkinci dəqiqə 0-0 Qax Futbol Klubu Naftalan arasındakı Region Liqasının ikinci turunda
Grup oyunun ikinci oyunlarında 0-0 beraberlik var. Burada top out'a çıxdı. Rabil Luka ile oynadı. Luka sağ cinah boştu. Luka sol cinaha dəyişdi topu. Burada Nicat var. Nicat qapıya vura bilər. Nicat qapıya zərbəsi yavaş alındı burada. Elvin burada qapıya zərbəsi yavaş alındı. Bəli, qapısı zərbəsi ilə oyun başladı. Ceyhun yerindədir burada. Burada top itirmək olmaz. Bəli, burada Fərid. Altı nömrə burada Qara topu ələ keçirdi. Geriyə oynadı qapçıyla. Burada 4 nömrə qarşıladı. Bizoli. Fərid oynadı, İmişli. Bəli. Burada Luka. Rabilə qaldı. Luka burada meydançada ayağı sürüşdü biraz. Bəli, top itirdi. Gəncə oyunun qəhrəmanlarından Luka. Bəli, out yeni yetirəcək. Biz oyunu yeni yetirdi. Burada Ceyhun qarşıladı burada. Rabil. Bəli, Hikmət ələ keçir topu. Hikmət qapıya vuracaqmı? Qapıya baxdı. Hikmət zərbəsi qeyri-dəqiq oldu. Bəli, hava şəraitinin isti olmağı ilə bağlı baş hakim bir dəqiqəlik fasilə elan etdi. Oyuncular dincəlsin deyə. Bəli, fasilə bir dəqiqəlik fasilə başa çatdı. Baş hakim oyunu başladacaq. Bəli. Qapısı vuruşuyla oyun başladı. Qara. Bəli, bir qalib qarşıladı. Nərman. Bəli. Out yeni itirəcək. Nərman, Luka'da qaldı. Luka. Bəli, burada
Fərid top itirdi. Bəli, burada Luka'da qaldı top. Luka, bəli, gözəl manevr elədi burada. Top itirdi. Bəli, Elvin cərimə zərbəsi. Yayatda qaldı bu dəqiqədə. Bəli, topun gerisində Naftavan futbol komandasında Tural və İlkin cərimə zərbəsi yerinə yetirəcək hər ikisi oyuncudan biri. Bəli. Tural. Bəli, sol cinah bomboş qaldı. Bəli. Naftavan futbol komandası 1-0 irəli keçdi. Sol cinah bomboş qalmışdı. Bəli, burada 28-ci dəqiqədə 1-0 irəli keçdi Naftavan futbol komandası. Bəli, oyun yenidən başladı. Cəlil. Bəli, burada cərimə zərbəsi olacaq Fəridə qarşı. Bəli, burada Fərid yerdə qalıb. Dəyərli futbol severlər, yarım saat geride qaldı. Naftavan şəhər stadionunda Naftavan futbol komandası 1, Qax futbol komandası 0. Bəli, burada oyun başladı. Elvin, Ravidə qaldı. Ravi, buraxmadılar. David. Bəli, Hikmət. Bəli, burada out yeni itirəcək Cəlil. Cəlil out yeni itirdi. Hikmətdə qaldı top. Hikmət. Elvin. Elvin qapıya doğru vurdu ama Luka'da qaldı top. Luka. İlkin Luka'dan topu almağa bacardı. Bəli, Elgün topa sahip oldu. 7 nömrə. Bəli, burada ötürmələr yerdə qaldılar. Out yeni itirəcək. Naftavan futbol komandası. Bəli, Arap ötürmələrlə hücuma qoşulurlar. Şota da qaldı top. Şota ayağı ilə uzaqlaşdırdı topu. Bəli, oyuncu dəyişikliyi baş verəcək. Oyundan çıxan Fərid oyuna daxil oldu.
Ceko. Oyun devam edir. Hələ burada soyuqqanlı bir şəkildə çıxmağı bacardı. Naftavan futbol komandası sağ cinahda hücum qurmağa çalışır. Burada qarşıladılar Ceyhun. Luka, Rabil oynar, Rabil. Rabil attığı topu yerdə heç kim yox. Bir qalib qarşıladı. Luka da qaldı. Fərid sağ cinahda. Ötürməsi. Burada 20 nömrə Cavid qarşıladı. Nərman. Fərid oynadı. Təkrar Nərman. Nərman çəkdi topu. Orta içəri. Fərid yenə çəkdi topu. Orta içəri. Burada kəllə adamı. Və burada. Aksiya. Niza topa yüksəlmişdi. Xeyr, burada Luka idi topa yüksələn. Qapçı ilə toqquşdular. Zərbə zərbəsi olacaq. Dəqiqə 1-0 Naftalan futbol komandasının üstünlüyü devam edir. Bəli. Ciyo oyuna daxil oldu. Nizat oyundan çıxan oyuncu futbol komandasında. Bəli. Elvin. Burada Ceyhun qarşıladı. Ceyhun. Bəli, oyun mübarizə şəklində davam edir. Cavid götürmə axtarır burada, bəli, burada Elvin qarşıladı. Liko. Bəli, burada Ciyo da qalmışdı o. Yenə sol cinah boş qaldı. Burada kapitan İlkin topa sahip ola bilmədi burada. Naftalan futbol komandasında. Bəli, out yenə itirizək futbol komandası. Bəli, Rabil də qaldı. Rabil. Sağ ol kızım. Out yenə itirizək. Hikmət oynadı, Hikmət. Passivliyə yadda qalır. Gəlin, sol cinah. Gəlin, top hərəkət, gəlin. Buraxmadılar burada, Cavid. Ötürmələrlə çıxırlar müqavilələr. Bəli. Baş hakim Out'un Naftalan futbol komandasının yeni itiriləcəyini bildirdi. Uzun ötürmə. Bir qalib başladı. Nərman. Aferin Nərman. Bəli, burada İlkin topa sahib çıxdı. Kapitan. 10 nömrə Tural. Füzuli. Geridə Cavid ilə Füzuli müdafiə xəttində Naftalan futbol komandasında. Bəli, Hikmətə top qaldı. Hikmət. Elvinə. Elvin. Uzun ötürmə oldu. Oyun yenidən başladı. Sağ cinahla hücum qurur Naftalan futbol komandası. Orta içəri, burada top out'a çıxdı. Uşaqlarıma öz fəaliyyətimizi verirlər. Top atırlar. Qoyma, qoyma!
Eşne yaptı, oyna! Burada heç nə yoxdur. Oyna! Bir anlıq şaşbaş Eşne qaldı. yaptı! Üstüne yıkılır. Gözdən zərbə olacaq burada. Penalti gözlədi Naftalan futbol komandası. Amma baş hakimi bildirir ki, heç nə yoxdur. Davam edin oyunu. Biri! Bəli. Fərid 77 nömrə. Bəli, burada qapıdan zərbə. Gel! Luka! Luka'ya! Futbol komandası. Qapıdan zərbə ilə Şota. Şota. Sağ cinaha tərəf. Luka da qaldı top. Luka top itirdi. Bəli, burada cərmə zərbəsi. Orxana qarşı. Bəli, İlkin kapitan cərmə zərbəsi yeni etirir Naftalan futbol komandasında. Qapıya tərəf zərbə və top alta çıxdı. Bəli, 40-cı dəqiqə, ilk hissədə 1-0 Naftalan futbol komandasının üstünlüyü var. Qapıdan zərbə ilə qarşıladı Naftalan futbol komandası. Out yeri yetirəcək. Out yeni yetirəcək. Futbol komandası. Cəlil. Uzun ötürməkdir, bəli, içəri doğru burada qarşıladılar. Fərid. Bəli, burada cərimə zərbəsi yeddə qaldı. Bəli, 40-cı dəqiqə Hikmət oyundan çıxır. Futbol komandasında Artil 77 nömrə oyuna daxil oldu. Bugün sanki Hikmətin oyunu alınmadı. Bəli, burada 2 oyun var, heç nə yoxdur. Oyun davam etmək lazımdır. Kral, sağ cinahlı oynadı. Burada gözəl manevrə keçdilər. Burada qarşıladı Nərman. Rabil də qaldı top. Rabil tələsdi biraz sanki. Nərman out yeni etirəcək. Rabil oynadı. Rabil. Rabil də Rabil. Qapıya vuracaq mı? Qapıya zərbəsi. Qapıcıda qaldı. Rabil! Burada Cavid müdafiədən hücum qurmaq, uzun ötürmə, müdafiə arxasına. Burada qapçı burada haradaydı? Bomboş idi qapı. Bəli. Şota. Qapıdan zərbəli yeddə qalacaq. Şota yerini yetirdi qapıdan zərbəni. Qəşəng Fərid, qəşəng. Burada qısa qaldı.
Cərimə zərbəsi olacaq. Bəli, yenə sol cinah kapitan Tural cərimə zərbəsini yenə itirəcək. Topun gerisində qapıya birbaşa zərbə. Müdafiədən qayıtdı. Cəlil. Bəli, qapısına qaldı. Qapısı. Uzun ötürmə ortaya tərəf. Out yeni yetirəcək. Burada heç nə yoxdur. Rabit iddialandı. Bəli, oyun biraz dayandı. Yerdə qalan oyuncu var. Naftalan futbol komandasında. Bəli, hal-hazırda ayağa qalxdı. Oyun start verəcək Ağutdan. Ceza ileri. Biri dur. Bəli, burada gözəl keçdilər. Buraxmamaq lazımdır. Burada Ceyhun yerindədir. Bəli, Ceyhun kritik yerdə topu Ağuta göndərir. Bəli, küncdən zərbə olacaq burada. Beşinci dəqiqə, son dəqiqə ilk hissədə küncdən zərbə yerinə yetirirlər və burada out yerinə yetirdi. Qapıdan zərbə olacaq. Top qapı futbol komandasında. Qalib. Uzun ötürmə ilə sol cinaha doğru burada Ravil top ələ keçirdi. Ravil, Gio top ələ keçirdi. Ravil top ayağından çox açdı. Bəli. Sağ cinahdan hücuma keçir. Burada Ceyhun yerindədir. 8 nömrə. Cəlil. Ceyhun. Gözəl. Burada Gio keçə bilmədi akrobatik zərbə ilə. Burada Elvin. Arçın cərimə zərbəsi. Bəli. Burada sarı vərəq olacaq. Sarı vərəqə, bəli. 2 nömrəyə Naftalan futbol komandasında. Cəlal sarı kart gördü. Artıq ilk hissədə uzatma dəqiqələri davam edir. Topun gerisində Mir Qalib. Cərimə zərbəsi yeni yetirəcək. İlk hissədə son anlar. Gol axtarır futbol komandası. Burada qapıya tərəf. Qapçı əlindən buraxdı bir anlıq. Bəli. Bodi. Qapıda Dodi Nafta futbol komandasında. Füzuli. Uzun ötürmə müdafiədən. Burada Mir Qalib qarşıladı.
Bəli, Elvin. Luka topu yetişdama saxlaya bilmədi özündə. Yerlə türmə Mirqalibdə qaldı. Mirqalib. Və ilk hissə başa çatdı dəyərli futbol sevərlər. 1-0 Naftalan futbol komandasının üstünlüyü var. İlk hissədə ikinci.